Avropadan həmişə kimi salamlar hər kəsə. Bugün burada yarmarkadır. Fermerlər gətirib öz əşyalarını satırlar. Məhsulların yəni. Belə bir velosiped. Mənim də belə bir velosipedim var. 2 nəfərlik irəlidə yer. Arkada da bir nəfər otura bilər. Dedim biraz sizə üçün Avropanı çəkim. Çəkim göstərim bu gözəllikləri. Hal-hazırda işdən çıxmışam Fransada. Bugün işim Fransadadır. Elə yerlər var ki, mən göstərə bilirəm, amma elə yerlər var ki, çəkiliş olmaz işimizdə. Xatırladım ki, mən könüllüyəm, könüllülərdə işləyirəm. Deməli, belə 3 uşağı rahat bu velosipedlə mən dərsə aparıram və ya gəzməyə gedirik parkda. Çox güman ki, səsim pis eşidilir. Belə bir gözəl Fransadır. Uşaq vaxtı biz çox eşidərdik ki, Fransız xalqı kef eləyir. Həqiqətən də dostlar, bütün Avropalılar kef eləyir. Çünki Avropada insan haqları, insanı insan yerinə qoyurlar. Ən azından işləməyən insanlara dövlət pul verir, uşaq pulu verir, işsizlik pulu verir. Bu da məsəl üçün ölkələrə görə dəyişir. Fransada deyək ki, Fransada deyək ki, uşaq pulu birinci uşaq 220 evrodur, ikinci uşaq 180 evro, üçüncü uşaq da 160 evrodur. Amma tək adamlara, işsizlərə 500 avro pul verir. Yəni belə dostlar, Almaniyada da belədir, başqa ölkələrdə də. Bir sözlə bizim ölkədən başqa, Afrikadan başqa, bəzi kasıb ölkələrdən başqa Avropadakı ölkələr pul verirlər. İnsanlara ki, oğurluq olmasın, insanlar rahat yaşasın. Deməli dostlar, mənim velosipedim də var, amma maşınım da var. Belə keyfiniz istəyən Allah hamıya nəsib eləsin, yaxşı maşın sürməyi. 2017-ci ilin Fransa istehsalıdır, Citroen. Grand Picasso gedir, 7 nəfərdir. Belə dostlar, yəni belə baxın, görün necə gözəl şəhərdir. Strasburgda Avropanın paytaxtı. Baxın, belə yerdə yaşamağa dəyər dostlar. Gələn görüşlərə dəyək ətraflı sizin üçün maraqlı videolar çəkib paylaşacağım.